provocated war of aggression against Ukraine. Avropa İttifaqının Rusiya, Amerika Birləşmiş Ştatları, Ukrayna tərəfində aparılan danışıqlara qatılmaq cəhdləri. Son məlumatlara görə İttifaqın Kiyevə 140 milyard avro dəyərində kredit xətti açması görünür, hayları yeni avanturalara bir qədər də şirinlikləndirir. Halbuki bugün Avropa qurumları Ermənistanın nostalji istəklərini təmin etmək üçün nə maddi, nə də mənəvi imkanlara sahibdir. Bir neçə gündür ki, bəzi qərb mətbuat orqanları Avropa İttifaqında dəhşətli korrupsiya hallarının olduğu barədə informasiyalar yayır. Bildirilir ki, korrupsiya artıq ildə 990 milyard avro və Avropa İttifaqı ümumdaxili məhsulunun 6%-nə çatıb. Rəqəm təşkilat üçün doğrudan da böyük rüsvayçılıqdır. Heç şübhəsiz ki, korrupsiya üzündən qanunun aliliyi də zədələnir. İttifaq ölkələri vətəndaşlarının gündəlik həyatına ciddi zərbə dəyir. Bir sözlə, bugün Avropa platformasından pozitiv nəsə gözləmək və Ukrayna üçün nəzərdə tutulan imtiyazların haylara da şamil ediləcəyinə ümid bəsləmək şirin nağıldan başqa bir şey deyil. Digər tərəfdən, İrəvanın Vaşinqton razılaşmasını kənara qoyaraq Avropadan mədət umması Amerika Birləşmiş Ştatlarının mövqeyini də bir qədər sərtləşdirə bilər və Ermənistan nəticədə bundan çox ciddi zərbə ala bilər.